Bayramla əlaqədar abu-havanı öyrənmək üçün üz tutduq şəhərin çiçək və hədiyyə mağazalarına. Müştərilər qiymətlərlə bağlı müxtəlif fikirlər səsləndirdilər. Ötən ilə nisbətdə fərq olduğunu deyən də oldu, mövcud qiymətləri normal hesab edənlər də. Hal-hazırda bayram olduğuna görə qadınlarımızı nəzərə alıblar. Sağ olsunlar, çox münasib qiymətə endirimlə alırıq. Böyük ehtimalla ya qızılgül alacağam, ya nərgiz alacağam. Bütün özəl güllərdə biraz artım olur, bu da normal haldır. Sabah 8 mart olmasına baxmayaraq mağazalarda canlanma artıq bugündən başlayıb. Alıcılar isə həm büdcəyə, həm də zövqə uyğun seçim edirlər. Məsələn, əlimdə gördüyünüz buket adi günlərdə 130 manat idisə, indi qiyməti 10 manat qalxaraq 140 manat olub. Qiyməti normadan çox olan buketlərin satışına da rast gəldi ki, baha olmasına baxmayaraq onlara da tələbat var. Bunu istəyirəm alım, anama xoşuma gəldi, ürəkandır, həm yaşına uyğundur. Valla 200 deyiblər, yəqin ki, indi inşallah biraz da endirim edərlər bizim üçün. Satıcılar güllərin qiymət artımının onlardan asılı olmadığını, bahalı buketlərin isə sifariş əsasında yığıldığını deyirlər. Yerindən qalxdığına görə məcbur bizdə də qalxır. 1 manat yarım fərq eləyir keçən ildən. Bəli, narazılıq var, o bizdən asılı deyil də, yəni bizə də gəlir, baha gəlir panikdən güllərimiz, yəni ona görə bizlik deyil, yəni. 1500 olub, səbət olub, daha sonra qutu olub 2000-ə yaxın. Buketlərdən əsasən 800-1000 arası hazırlamışam özüm. Yəni alıcı var. Təbii ki, sifariş əsasında hazırlanır hamısı. Alıcıların dediklərindən də məlum olduğu kimi, bu günlərdə bazarda qiymət artımı mövcud olsa da, əvvəlki illərə nisbətdə qiymətlərdə süni artım çox da müşahidə edilmir. Diana Cəlali, Vüsal Qəhrəmanov, Spice xəbər.